Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Afrikanların Od necə tapıldı adlı nağılını danışacağam. Bir zamanlar hələ insanoğlu odun nə olduğunu bilmirdi. Hər şey çiy yeyilirdi. İnsanlar da meymunlar kimi yer almasını belə xırçıldada bişirmədən yeyirdilər. Bir gün inəklər otlayanda kiçik uşaqlar darıxmağa başladılar. Ox və yay düzəldib oynamağa qərar verdilər. Bir uşaq oxun ucunu kihombo ağacına sıxaraq əllərinin arasında onu fırlatmağa başladı. Az sonra oxun ucu yaxşıca isindi. Beləliklə yeni oyun başladı. Uşaqlar isinən oxun ucunu dostlarına tutaraq onları qorxudurdu. Bir müddət sonra oxun ucu soyuyur, yenidən kihombo ağacına sürtəndə qızışırdı. İstiliyin uzun müddət qalması üçün uşaqlar oxun ucunu ağaca daha çox sürtdü. Bir müddət sonra oxun ucundan tüstü çıxmağa başladı. Dostları onun başına yığışıb bunun nə olduğuna baxdılar. Birdən oxun ucundan ışıltılı qığılcım çıxıb yerə düşdü. Ağacın dibindəki quru otları alovlandırdı. Uşaqlar çox qorxdular. Heç görmədikləri parlaq və isti bir şey getdikcə daha güclü və böyük alov şəklində ətrafa yayılırdı. Böyüdükcə isinir və indiyə qədər eşitmədikləri səs çıxarırdı. Wow, wow. Səs çıxararaq hər tərəfə yayılan odun adı Vovo qaldı. Ətrafdakı böyüklər bu qəribə şeyi görəndə yanına qaçdılar. Onların gözündə bu bir sehr idi. Bu sehri kim tapdı? Deyə soruşdular. Bunu uşaqlardan birinin tapdığını eşidəndə hər şeyi öyrənmək üçün həmin uşağa yaxınlaşıb sorğu-suala tutdular. Alov böyüyərək çoban uşaqlarının azuqələrinə doğru yaxınlaşırdı. Uşaqlar Vovonun yemək istədiyini düşünürdülər. Yeməklərini zorla alovdan qurtardılar. Alovun təsirindən bişən yeməklərinin dadının daha gözəl olduğunu anlayanda hər şeyi Vovoya qoyaraq, yəni bişirərək yedilər. Beləcə insanlar odun təkcə qorxunc bir şey olmadığını, eyni zamanda işlərinə də çox yarayacağını öyrəndilər. Axşamlar alov lazım olacağını düşünərək evlərinə Vovo çıxaran ağaclardan saxladılar. Bu ağaclardan yumşaq olanlara Vipongoro, sərt olanına isə Ovito adını verdilər. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.